Herkese salam. Bu shorts videosunda körpəmə elədiyim ilk alış-verişi sizlərlə bölüşmək istəyirəm. Hamilə bir qadın olaraq körpəmə ilk alış-veriş etmək mənim üçün çox qəribə bir hissdir. Hələ də düşünə bilmirəm ki, qızlar, mən ana oluram və bir şey böyüyəndə mənə ana deyəcək. Bu mənə çox qəribə bir hiss kimi gəlir. Həmçinin demək istəyirəm ki, bu videoda aldıqlarım sadəcə Rusiyada olan bir qismidir. Əsas qismi isə Azərbaycandadır. İlk dəfə ana oluram deyə demək olar ki, heç bir təcrübəm yoxdur və körpəmə tam olaraq nələr alınmalı olduğu haqqında heç nə bilmirəm. Əgər istəsəz, siz də mənə yorumlarda kömək ola bilərsiniz. 34 həftəlik hamilə olduğum üçün artıq düşünürəm ki, yavaş-yavaş xəstəxanada mənə və körpəmə lazım olan geyimləri düzənləməliyəm. Növbəti shorts videosunda isə artıq siz bunları görəcəksiniz. İstəsəz takip